Deməli, əziz dostlar, hal-hazırda biz Göygöl Milli Parkında, Göygölün mənsəb hissəsindəyik. Göygöldə ən maraqlı yerlərdən biri Göygölün mənbəsi və onun mənsəbidir. Göygöl, demək, bu ərazidə ən füsunkar olan bir cənnət güşədir. Hal-hazırda bizim qonaqlarımız da Gəncə Dövlət Universitetinin Biologiya Fakültəsinin tələbələridir, müəllimələridir. Və biz birgə Milli Park ərazilərində həm təbiətlə tanış olmaq üçün bura gəlmişik, eyni zamanda elmi araşdırmalar üçün, müəyyən bilgilərin paylaşılması üçün bir-birimizlə demək suallar verəcəyik və təbiətdə olan proseslər haqqında məlumatlar təqdim edəcəyik. Sizlərin hər birinizə uğurlar arzu edirəm. Mən Göygöl Milli Parkı haqqında da qısa bir məlumat vermək istəyirəm. Göygöl Milli Parkı demək, Azərbaycanda ilk yaradılmış qoruğun tərkibində, yəni Göygöl Dövlət Təbiət Qoruğunun tərkibində yaradılıb. Göygöl qoruğu Azərbaycanda 1925-ci ildə deməli yaradılıb. Bu illər onun bildiyiniz kimi 2025-ci il artıq 100 illiyidir və gözəl bir demək məqama biz gəlib çıxmışıq. Belə ki, bu 100 il ərzində bu xüsusi mühafizənin Azərbaycanda tətbiq olunması sayəsində Göygöl və onun ətrafındakı ərazilər çox ciddi şəkildə mühafizə olunub, günümüzə qədər gəlib çatıb. Yəni dövlətimiz bundan əvvəlki zamanlarda da bu qoruma prinsiplərini demək tətbiq edərək bu gözəlliklərin, təbii gözəlliklərin olduğu kimi bugünə gəlib çatmasının təmini edilibdir. Hal-hazırda Milli Parkda 423-dən çox bitki növü var, 76 növ ağaclar var, kollar var. Milli Park ərazisində həm də vəhşi heyvanların demək aktiv olduğu, çox olduğu müşahidə olunan ərazilər var. Sizə maraqlandıran hər hansı bir mövzu olsa, biz Milli Park haqqında onları sizə də demək təqdim edərik. Müəllimə, siz park haqqında əsas sizə maraqlandıran zoofaunası, fitofaunası, onları maraqlandırır. Biz istəyərdik ki, gələcəkdə demək tələbələr, elmi işçilər, yəni bu ərazilərdə elmi araşdırmalarda yaxından iştirak etsinlər, yaxından gəlib maraqlansınlar. Biz də elmi tədqiqatların aparılması üçün maksimum qədər bütün məkanlar haqqında demək sizlərə məlumatlar təqdim edərik, sizlərə məlumatlar verərik. Göygöldə hal-hazırda demək yüksək dağ kəsimlərində Murov dağ sistəsi qarışıq, Bezvar keçilərinin yaşadığı müşahidə olunur. Ərazidə cüyürlər var, qabanlar var, canavar var, Qonur ayının Başaq var, bəli, bizim Milli Park ərazisində fototələ çalışmaları var Milli Park ərazisində və biz o kameralar vasitəsilə ərazidə olan vəhşi heyvanların demək köç yolları olsun, miqrasiya yolları olsun və onların saylarının müəyyənləşdirilməsi istiqamətində maraqlı işlər görürük və sizlərin hər birinizə uğurlar arzu edirik. Belə görüşlərin, belə ekskursiyaların davamlı olaraq keçirilməsini istəyirik. Buyurun, sizə eşitmək istəyirəm. Siz sağ olun, Fuat müəllim. Geniş məlumat verdiniz tələbələrə. Biz də tələbələrin adından, müəllimlərin adından mən sizə təşəkkür edirəm. Qoruqların əsasnamələrində uşaqlar da bilsinlər ki, xüsusi mühafizə olan təbiət əraziləri Azərbaycanda belə deyil. Milli parklar var, qoruqlar var, yasaqlıqlar var və onların demək ən qapalı şəraitdə olanı qoruqlardır və qoruqlarda da yalnız elmi tədqiqat demək istiqamətində işlər görülməsinə icazə verilir. Milli Parkda isə qanunlar demək imzanamə, əsasnamə imkan verdi ki, ekoturizm marşrutları təyin edilsin və o marşrutlar boyunca hərəkətlər bələdçilərin və yaxud da ki, nəzarətli bir sistemin müşayiətin demək sayəsində həmin turlar gerçəkləşdirilsin. Biz də bu günləri bax bu Milli Parkda bu məsələlərin həm ekoturizmin inkişafına maksimum diqqət yetiririk, həm elmi işlərin daha irəli səviyyədə aparılması üçün çalışmalar edirik.